9 dəfə əməliyyat olmuş bir qardaş var, o haqda danışmaq istəyirəm. Bu ibrətlik video olacaq. Xahiş edirəm, diqqətlə qulaq asın və videonu bəyənin, paylaşın. Dünənləri o birisi səhifəmdə canlı yayım açmışdım. Təxminən 1 saat canlı yayım oldu. Sonda da burada sabitləyəcəm aşağıda. Hər gün orada canlı yayım açıram. Kim istəyər, gələr takibata, canlı yayımda suallarını verər inşallah. Demək, qardaş orada dəfələrlə yazdı ki, mənə yardım elə, ölürəm, 9 dəfə əməliyyat olmuşam, yenə əməliyyata gedirəm. Nəysə, qardaşın nömrəsini yazdı, mən bugün zəng vurdum. Demək, qardaşda bir xeylaq bundan öncə mədaltı vəzində, dalağa yaxın hissəsində demək, kist olub. Kist olub, nəysə Türkiyəyə gedib, Türkiyədə əməliyyat ediblər. Demək, dalağa yaxın olduğu üçün dalağı da götürüblər. Sonra deyiblər, alınmır, ödü də götürüblər. Deyir ki, mən utanıram da bir yerdə, məsələn üçün, çimərliyə gedəndə, harasa gedəndə paltamı soyunmağa. Təsəvvür ki, deyir, mən doğranmışam da, kəsik-kəsiyəm. Deyir ki, mən bu işin gedişatını bilirəm ki, mən öləcəm. Mən də qardaşa izah elədim ki, qardaş, həqiqətən də bu belədir. Yəni, sən bir dənə özünə sual ver ki, qardaş, bu işin sonu hara gedir? Mən kəsilə-kəsilə gedirəm. Bu getməyəcək çox. Birazdan indi bu səfərdə əməliyyata gedir. Bu səfərdə həkimlər deyəcək ki, gəl mədaltı vəzi bütöv götürək. Onsuz insulin də indi vurur, aləm qarışıb bir-birinə. Yəni indi qardaş özü də gəlib, inşallah ki, gəlib bu yorumlarda yazar. Mən dedim sənə kömək. Nəysə mən açığı orqanlar kəsilib götürüldüyü üçün bir qaldım tərəddüddə. Orqanlar olmayanda bədən bir bütündür. Biraz onu əmələ gətirmək çətin olur. Nəysə qardaş dedi ki, ya sən məni sağaltmalısan, ya da ki, mən öləcəm. Valla mən də inşallah sabah qardaşla görüşəcəm. Gözəl insanlar. Mən bu söhbəti niyə danışıram? Qardaş artıq bezib. İnsan 9 dəfə əməliyyat olub. Fərqli-fərqli yerlərdən əməliyyatlar olub. Bezib artıq. Kəsə-kəsə gedirlər. Kəsə-kəsə gedirlər. Özü də Türkiyədə. Yəni, açıq-aşkar insanın üstündə praktikadan keçirlər. Sağalmır. Bir şey əminliklə sizə deyirəm, Rəbbim şahiddir ki, əminliklə deyirəm. Mən hamısını görmüşəm. Bütün hər şeyi, prosesləri bilirəm. İnsan o halda sağlam olur ki, öz-özünün həkim olanda. Yalnız o zaman. Mən qardaşa dedim, qardaş, ya sən mən dediklərimi, mən dediyim proqramı eləyəcəksən, bütün dərddən uzaqlaşacaqsan, xəstələrdən uzaqlaşacaqsan, ya sən tələf olacaqsan. Tələf olasın, bunun başqa yolu yoxdur. Qardaşlar razılaşdı, dedi inşallah ki, eləyəcəm. İndi proqramı ona verəcəm, sabah ona görüşəcəm və bəzi bitkilər falan verəcəm ki, qoy eləsin. Eləsin, Allah şifa versin, yardım eləsin. Mən qısa olaraq sizə bir şey deyim, gözəl insanlar. Mən xalqımı sevən insanım. Mənim yalnız fikrim odur ki, insanlara yardım edeyim. Bu kadrları ona görə seçib qoyuram ki, bir gün bu kadrlara baxacaqsınız, onda mən olmayacam, mən dünyada olmayacam. Onda hamı indi, heç olmasa bir 100 nəfərdən 5 nəfər, 10 nəfər dua eləyəcək ki, bu insan bu kadrları qoyub, biz məsələn hansısa bir bitkini tətbiq elədik, bağırsaq sistemindən sağaldıq, nə böyrəyimizi sağaltdıq, qaraciyərimizi sağaltdıq və s. İndi şəkər xəstəliyindən sağaldıq, zob xəstəliyindən sağaldıq və s. Onda mənə dua eləyən olacaq, təbii ki. Ona görə çəkirəm. Mən sizə bir şey deyim, gözəl insanlar. Mütləq bir şey, bunu eləyin və sağlamlıq tərzinə gəlin. Vallahi ki, fayda görəcəksiniz. Bax, mütləq bağırsaq təmizlənməsini sizə eləməlisiniz. Bağırsaq təmizlənməsini sizə deyirəm. Qısa olaraq həyat tərzini sizə izah eləyəcəm ki, düzdür, hamısında olmasa bu videoya yerləşməz. Yəni, alınmaz, uzun bir şeydir o. O bir elmdir, uzun bir, nə bilim, dastan mı deyim, nə deyim mən. Bax, bağırsaq təmizlənməsi necə olunur? Səhər-səhər yuxudan durursunuz, qidalanırsınız, saat 11-ə qədər artıq sonuncu suyu içib bağlayırsınız ağzınızı. Saat 3-də, məsələn, çəkiniz 70 kiloqramdırsa, 70 qram yenə gərçək yağı götürürsünüz, soya sıxma olsun, Pakistanlı olsun, yağ, Hindistan, Pakistanlı olsun, belə. Götürürsünüz 140 qramda ki, o qədər qarışdırırsınız o, demək, yenə gərçək yağını, onu içirsiniz yavaş-yavaş. Saat 7-yə qədər yenə içirsiniz, 7-də almanla, demək, köşün şirəsini 1 stəkan düzəldib, onu da içirsiniz, qarnınız açılacaq, evdə olun. Və növbəti gün səhərə qədər ac qalın, növbəti gün səhər-səhər görsəz yaxşısınız, həmən gündə ac qalın,
Nə qədər az qalsanız, o qədər mükəmməl fayda görəcəksiniz. 2 gün, 3 gün, 4 gün qala bilərsiniz. 5 gündə qala bilərsiniz. Onkoloji xəstələr 1 gün qalsın. Və siz başlayırsınız meyvə şirələrindən, tərəvəz şirələrindən qidalanmağa, sonra da yavaş-yavaş qidalanmaya keçirsiniz. Sizdən xahişim nədir? İlk başlayanlar, ödündə daşı olanlar bunu eləməsin, imal edib sağlam həyat tərzinə gəlsin. Tərzi aşağı olanlar da tərziyin qaydasına salsın, sonra bunu eləsin. Demək, vaxtında yatın, vaxtında durun. Vaxtında yatıb, vaxtında durmaq deyəndə saat 10-da və yaxud da ki, uzağı 11-də yatın, 5-də, 6-da təbiət oyananda durun. 1-2 stəkan ilıq su için 15-20 dəqiqədən sonra yavaş-yavaş çıxın yürüyüşə. Heç olmasa 5 kilometr yürüyüş eləyin. 10 eləsəz lap gözəl, ən azından 5 eləməlisiniz. Bu belə. Nişinin bədən tərbiyəsi var. Mən bir dənə turba idmanı paylaşmışam. Elmar qardaş hamısını paylaşıb. O idmanları eləyin. Onun səhifəsində var. Yəni, daha o qədər vaxtım yoxdur onları çəkməyə. Elmar qardaş o vaxt çəkib hamısını qoyub səhifəsində. Elə oradan götürüb eləyərsiniz. Sonra, isti soyuq su terapiyası səhifəmdə göstərmişəm. Başlayın onu eləməyə, bədəndən toksinlər çıxsın. Sonra, düzgün qidalanın. Qidaları ayırın. Bax, qidaları ayırın. Ətlə kartoşkanı birlikdə yemək, mənim imkanım olsa o adamı tutduraram. Olmaz. Bir neçə qidanı yemək cinayətin cinayətidir. O adam məhkəməyə çıxarılmalıdır. Olmaz bir neçə qidanı birlikdə yemək. Tək-tək. Məsələn, indi mən qarğıdalı ilə qoz fındığı yemişəm. Mən heç olmasa 1 saat yarım gözləməliyəm ki, o həzmə getsin. Növbəti məsələn üçün o həzmə getdi. Su içə bilərəm, it burnu qaraciyər dəmləməsi içə bilərəm. Tutaq ki, aş bişirmişi plov, üstündə ət olmasın. Üstünə soğança eləyə bilərsiniz, tərəvəzlə yeyin. Həmçinin bu qriçka, bulqura aiddir. Çörək nə ilə yemək olar? Çörək yemək olar, çörək, yağ, çörək, bal. Bunu səhv yeyə bilərsiniz. Yumurtayla çörək yemək olmaz. Bax, burada səhv edirsiniz. Yumurtayla yeyə bilərsiniz göy-göy ərti. Yumurtayla göy-göy ərti yedirsə, olmasa 2 saat gözləyin ki, onun həzm tamamlansın. Tutaq ki, indi ayda ildə məsələn ürəyimiz istəyirdi. Ayda deyək ki, 3 dəfə, 4 dəfə quz əti yeyək. Əgər biz ət yemişiksə, artıq onda 4-5 saat gözləmək. Siz elə eləmirsiniz axı, siz onu yeyən kimi üstündən şirniyyatla çayda içirsiniz, meyvə də yeyirsiniz, suda içirsiniz, kolada falan. Nə aləm qarışdırırsınız bir-birinə. Olmaz. Bax, bunları eləsəz, inşallah ki, yadımda qalanlar çox şey var. İndi bunlar. Vaxtında yatın, vaxtında durun, yürüyüş eləyin, qidalar düzgün yeyin, isti soyuq su terapiyası eləyin, nişinin bədən tərbiyələrini eləyin. Mənim üçün qaçmaq ziyandır. Yeyin, tez-tez yürüyüş eləyin. Şirniyyata, ağ çörəyə tövbə eləyin. D vitaminin qaldırın. D vitaminin məsləhət görürəm. Hamısını yoxlamışam. Venatura, zeytun yağında hazırlanmış. Dil altından çalışın, tökün və yaxud belə için. 2-3 damcı kifayətdir. D vitamini yüksək olanda immun sistemi də yüksək olur. Zov da düzgün çalışır. Zov bədənin ritmidir, ritmi. Bu ritm pozulanda bizim insanın ürəyi saat kimi çalışır. Amma ürək yerindən çıxır. Əslində insanın ürəyində problem yoxdur, qəti problem. Amma ürək yerindən çıxıb, yoxdur, deyir ürəyində isə yoxdur. Bu zov onun ritmini elə pozur ki, insan elə bir ölür. Həmçinin bu saçı tökür, həmçinin bu mədə-bağırsaq sisteminə təsir ilə qəbizlik yaradır və yaxud ishal yarada bilər. Dərimizə təsir eləyə bilər, dərimizi qurudacaq. Xanımlarda aybaşı pozğunluğuna gətirir, çıxadır. Bu qalxan var vəz deyərəm ki, Rəbbim şahid ki, əminliklə deyirəm, süd vəzində və xanımlarda ginekolojide problem yaradır. Xanımlarda inanın ki, problem yaradır. Kista olur, düyün olur, mastopatiya olur, miyom olur və s. çox şeylər olur. Ona görə bədən bir bütündür, bədənə lazım olanlar əsas canlı qidalar yiyin. Bişmiş qidanı bu qədər yiyin, amma canlı qidaları çox yiyin. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Instagramdan izləyənlər aşağıdan TikTok səhifəmi sabitləyəcəm. Girərsiniz, sonra takip adarsınız, canlı yayım orada olur. TikTokda da keçdilər, TikTokdakılar buradan görəcəksiniz siz səhifəni. Var olun, sağ olun. Həmçində bu YouTube aiddir, YouTube'daşlar. Buradan sabitləyəcəm aşağıdan, səhifəni görəcəksiniz. Çox sağ olun, var olun. İnsan o halda sağlam olur ki, öz-özünün həkim olanda, yəni bir bəladan yox, bütün bəlalardan qurtarırsan. Şəkər xəstəliyində canını qurtarırsan, mədə-bağırsaq sistemindən də, zobdan da, sonra böyrəklərin sağalır, prostatın sağalır, ürək-qan damar sisteminin sağalır. Dərdin olmur, gözəl insanlar. Allah bütün xəstələrə şəfa versin, xalqımı sevirəm.
xalqıma yardım edirəm bacardığım qədər. Məndən incimin, hamıya mən yetə bilmərəm. Sağ olun.